Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Məktəbləri bağladılar. Günün xəbərləri Manset az istinadən xəbər verir ki, mütəxəssislərin məlumatına görə H3N2 virusu yay ərzində 7 fərqli mutasiyaya məruz qalıb. Mövcud qrip peyvəndlərinin bu yeni formaya qarşı qoruyuculuğu aşağı olduğu üçün Avropa və Asiya ölkələrində narahatlıq artır. Yaponiyada yoluxmaların sürətlə artması nəticəsində hökumət ümummilli epidemiya elan edib. Bir çox bölgələrdə məktəblər müvəqqəti bağlanıb. Avstraliyada da səhiyyə qurumları rekord sayda yoluxma halı qeydə alındığını açıqlayır. H3N2-nin yeni variantı klassik qrip simptomları, qızdırma, öskürək, burun axması ilə özünü göstərsə də, xüsusilə uşaqlarda və yaşlılarda daha ağır keçir. Həkimlər bildirirlər ki, virusun mutasiyaları immun sisteminin onu tanımasını çətinləşdirir və xəstəliyin daha uzun və ağır keçməsinə səbəb olur.